23 noyabr tarixində 9-cu siniflərə OTK sınaq imtahanında salınmış sualların izahına baxaq. Sualda deyir ABC cəmin ən kiçik qiymətini bizdən istəyirlər. Gəlin bu nisbəti bu formada yazım. A bölü B olsun 2 bölü 5. B bölü C olsun 1 bölü 4. Birinci işimiz, bilirsiniz, nə eləyəcəyik? Hər iki nisbətli olan hərfi tapıram. B, burada da B var. B-nin qarşısında 5 dayanıb, B-nin qarşısında 1 dayanıb. 5 ilə 1-in əkobunu tapaq, 5 edər. Belə ki, bu 1-i 5-ə çevirmək üçün 5-ə vurmalıyam, 4 də 5-ə vurmalıyam. Və daha sonra artıq burada B-lərin qarşısında 5-lər dayandığına görə biz artıq burada A-ya 2, B-yə 5, C-yə də 20 deyə bilərik. Və ifadənin ən kiçik qiymətini bizdən istəyir. Bunları toplasaq, düzgün cavab 27 olar.